Salam əziz şagirdlər, bugün biz mürəkkəb cümlə haqqında öyrənəcəyik. Mürəkkəb cümlə nədir? Mürəkkəb cümlə iki və daha artıq qrammatik əsası olan cümləyə deyilir. Qrammatik əsas dedikdə nə başa düşürük? Mübtəda xəbər. Yəni mürəkkəb cümlə iki və daha artıq sadə cümlənin birləşməsindən əmələ gələn cümlələrə mürəkkəb cümlələr deyilir. Burada mürəkkəb cümlənin tərkib hissələrində sadə cümlənin növləri iştirak edə bilər. Məsələn, sadə cümlənin şəxsə görə növlərini keçmişdik. Hansı növləri idi? Yadımıza salaq. Müəyyən şəxsli cümlə, qeyri-müəyyən şəxsli cümlə, şəxsi cümlə, ümumi şəxsli cümlə. Adlıq cümlə də var. Adlıq cümlə xəbəri olmadığı üçün mürəkkəb cümlənin tərkibində iştirak edə bilmir. Demək, dedik ki, sadə cümlə iki və daha artıq mürəkkəb cümlə iki və daha artıq sadə cümlələrin birləşməsindən əmələ gəlir və bu cümlələr mürəkkəb cümləni yaradır. Mürəkkəb cümlələr iki yerə bölünür. Tabesiz mürəkkəb cümlələr, tabeli mürəkkəb cümlələr. Tabesiz mürəkkəb cümlələrdən hər ikisi intonasiya ilə və intonasiya tabesizlik bağlayıcıları ilə bir-birindən ayrıla bilir. Məsələn, belə bir cümlə deyək, çox yorulmuşduq, istirahət etmək mümkün deyildi. Bu mürəkkəb cümlədir, tabesiz mürəkkəb cümlədir. Çünki burada mübtəda xəbər, yəni bir cümlədə iki qrammatik əsas varsa mürəkkəb cümlədir. Bir cümlədə bir qrammatik əsas varsa sadə cümlədir. Məsələn, sadə cümlədə yazmışam. Bir mübtəda, bir xəbər. Məsələn, deyirəm ki, Mədinə çalışır. Nə edir? Çalışır. Kim? Mədinə. Bu oldu sadə cümlə. Mürəkkəb cümlədə isə Mədinə çalışır, gülər, oxuyur. Belə deyək. Və yaxud uşaqlar oynayır, böyüklər isə onları izləyir. Bu da oldu mürəkkəb cümlə. Demək, sadə cümlədə bir mübtəda, bir xəbər var. Mürəkkəb cümlədə isə iki və daha artıq qrammatik əsas olmalıdır. Yəni, iki və daha artıq hər xəbərin özünün mübtədası olmalıdır. İndi keçək tabesiz mürəkkəb cümləyə. Tabesiz mürəkkəb cümlə, deməli, bu cümlələrdə müstəqil olur cümlələr. Biri digərindən asılı deyil. Sərbəst cümlələrdir. Məsələn, deyirəm ki, yağış yağır, külək əsir. Bu cümlələr müstəqil cümlələrdir. Yağış yağır, sadə cümlədir. Külək əsir, sadə cümlədir. İkisi birlikdə yağış yağır, külək əsir. Mən bunu intonasiya ilə dedim. İndi bağlayıcı ilə deyirəm, tabesizlik bağlayıcıları ilə deyirəm. Gah yağış yağır, gah külək əsir. Demək, bu da oldu bağlayıcı ilə, tabesizlik bağlayıcısı ilə işlənən tabesiz mürəkkəb cümlə. Tabesiz mürəkkəb cümlə ilə sadə cümlənin fərqini öyrənək. Sadə cümlədə bir mübtəda, bir xəbər var. Tabesiz mürəkkəb cümlədə isə dediyimiz kimi bir neçə qrammatik əsas ola bilər. Bir də burada iki və daha artıq həmcins xəbərli sadə cümlələr var ki, biz onu mürəkkəb cümlədən ayırt etməyə bacarmalıyıq. Məsələn, deyirəm ki, o cəld eyvana çıxdı, küçədə baş verənləri müşahidə etdi. Nə etdi? Çıxdı. Kim? O. Nə etdi? Müşahidə etdi. Kim? Yenə o. Deməli, mübtəda, xəbər mübtəda ilə nə oldu? Əlaqəyə girdi, uzlaşma əlaqəsində oldu. Və burada biz bunu mürəkkəb cümlədir deyə götürə bilmərik. Çünki hər iki xəbər eyni bir mübtədaya aid oldu. Hər iki işi icra edən eyni bir şəxsdir. Üçüncü şəxsin təki o. Demək, bu
Həmcins üzvlü sadə cümlədir. Həmcins xəbərli sadə cümlədir. Tabesiz mürəkkəb cümlələrlə sadə cümləni ayırt etmək üçün biz nələrə fikir veririk? Hər bir cümlənin özünün mübtəda xəbəri olmalıdır. Əgər bu varsa, bu olur tabesiz mürəkkəb cümlə. Amma həmcins xəbərli sadə cümlələr biz bunu mürəkkəb cümlə kimi götürə bilmərik. Məsələn, o cəld eyvana çıxdı, küçədə baş verənləri müşahidə etdi. Bu sadə cümlədir. Dedim, eşitmədi. Dedim, eşitmədi. Bu isə mürəkkəb cümlədir. Deyirsiniz ki, burada iki sözdən ibarət cümlədir. Bəli, iki sözdən ibarətdir. Amma nə etdim? Dedim ki, mən. Mübtəda buraxılıb. Eşitmədi. Nə etdi? Eşitmədi. Kim? O. Mübtəda buraxılıb. Deməli, hər cümlənin özünün mübtədası var. Nəyə əsasən bildim? Şəxs xəbərli şəkilsinə əsasən. Bu necə cümlə oldu? Mürəkkəb cümlə oldu. Mən dedim, o eşitmədi. Yəni, biz burada cümlənin tərkibində sözün çoxluğuna deyil, mübtədaya və xəbərə fikir veririk. Yəni, xəbər, hər bir xəbərin özünün mübtədası olmalıdır. O mübtəda buraxıla da bilər, hazır şəkildə verilə də bilər. Demək, biz danışdıq mürəkkəb cümlənin, tabesiz mürəkkəb cümlə ilə sadə cümlənin fərqindən. İndi tabesiz mürəkkəb cümlənin növləri var. O növləri öyrənək. Tabesiz mürəkkəb cümlənin 6 növü var. Hansı növlərdir? Öyrənək. Demək, 1. Zaman əlaqəli tabesiz mürəkkəb cümlə. Zaman əlaqəli tabesiz mürəkkəb cümlə. 2. Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlə. Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlə. 3. Səbəb-nəticə əlaqəli səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlə. 4. Aydınlaşdırma əlaqəli əlaqəli tabesiz mürəkkəb cümlə. Daha sonra qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə. Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə. 6. Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlə. Əlaqəli tabesiz mürəkkəb cümlə. Demək, dedik ki, tabesiz mürəkkəb cümlənin 6 növü var. Hansı növlərdir? Zaman əlaqəli tabesiz mürəkkəb cümlə, ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlə, səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlə, aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə, qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə və bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlə. Zaman əlaqəli tabesiz mürəkkəb cümlə nədir? Bunu öyrənək. Zaman əlaqəli tabesiz mürəkkəb cümlə. Burada deməli, bu cümlələrdə baş verən hadisələr eyni zamanda baş verir. Necə baş verdi? Eyni zamanda. Bir dəqiqə. Mən hazır yazırdım ki, bu kimi problemlər olmasın. Ondan sonra videonu çəkirdim. Aha. Demək, eyni zamanda baş verir. Hadisələr eyni zamanda baş verir. Eyni zaman. Məsələn, deyirəm ki, mən dərs izah edirəm, şagirdlər dinləyir. Bu
proses eyni anda baş verir. Mən dərs izah edib qutarandan sonra şagird dinləmir. Eyni anda bu hadisələr cərəyan edir. Mən dərs izah edirəm, şagirdlər dinləyir. Necə tabesiz mürəkkəb cümlədir? Zaman əlaqəli tabesiz mürəkkəb cümlədir. Və bu cümlədə xəbərlər eyni zamanda olur. Mən dərs izah edirəm, indiki zamandadır. Şagirdlər dinləyir, ır şəkilçisi indiki zamandadır. Deməli, xəbərlər necə olur? Eyni zamanda olur. Və burada həm də, nə də bağlayıcısını artıra bilirik. Və dedik ki, hadisələr eyni zamanda cərəyan edir. Bu cümlələrin biz yerini asanlıqla dəyişə bilirik. Tabesiz mürəkkəb cümlələrdə dedik ki, cümlələrin hər ikisi müstəqil cümlədir, biri digərindən asılı deyil və necə oxunan işarə olunur? İki başlı oxunan işarə olunur. Bax, belə. Zaman əlaqəli tabesiz mürəkkəb cümlə haqda bu qədər. İndi, məsələn, buna aid misal deyə bilərəm. Deyirəm ki, müğənni oxuyur, İnsanlar isə rəqs edirdilər. Müğənni oxuyur, insanlar isə rəqs edirdilər. Yəni, burada digərləri alqışlayır. Bu cümlələrdə müğənni oxuyur, insanlar rəqs edir, digərləri alqışlayır. Bu hadisələr, bu proseslər eyni anda baş verir. Yəni, biri qutarsın, sonra digəri başlasın, belə deyil. Və belə bir cümlə deyirəm, yağış yağır, göy gurulduyur. Eyni anda baş verir. Həm yağış yağır, həm də göy gurulduyur. Zaman əlaqəli tabesiz mürəkkəb cümlədir. Və biz bura iştirak bağlayıcısını, inkarlıq, birləşdirmə bağlayıcısını əlavə edə bilərik. Hansı əlaqəli tabesiz mürəkkəb cümləyə? Zaman əlaqəli tabesiz mürəkkəb cümləyə. Məsələn, deyirəm ki, həm yağış yağır, həm də göy gurulduyur. Eyni anda baş verir. Zaman əlaqəli tabesiz mürəkkəb cümlə bu qədər. İndi keçirəm ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümləyə. Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlə. Deməli, burada hadisələr sadalanır. Yəni, birinci hadisə qutardı, növbəti hadisə başlayır. Məsələn, deyirəm ki, qapı döyüldü, şagird sinifə daxil oldu. Birinci hadisə qapı döyüldü, ikinci şagird sinifə daxil oldu. Burada ardıcıllıq var. Bir hadisə bitdi, növbəti başlayır. Necə cümlə oldu? Deməli, ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlə oldu. Və bu cümlə də bağlayıcı ilə və yaxud bağlayıcısız işlənə bilər. Məsələn, deyirəm ki, vaqondan düşüb, məsələn, belə bir cümlə deyək. Qatar stansiyaya çatır, sərnişinlər vaqondan düşdü. Qatar stansiyaya çatdı, sərnişinlər vaqondan düşdü. Deməli, birinci proses nədir? Qatar əvvəl olaraq stansiyaya çatır. İkinci nədir? Çatandan sonra dayanır, sərnişinlər tərk edir vaqonu. Artıq burada hadisələr necə baş verdi? Ardıcıl baş verdi. Biri qutarır, digəri baş verir. Və birinci cümləyə əvvəl, ikinci cümləyə isə sonranı əlavə edə bilərik. Dedik ki, həm bağlayıcılı, həm də bağlayıcısız iştirak edə bilər, yəni işlənə bilər. Başqa bir misal deyim. Qapı açıldı, o içəri girdi. Qapı açıldı, o içəri girdi. Və yaxud bunu mən bağlayıcı ilə deyirəm. Qapı açıldı və o içəri girdi. Və birləşdirmə bağlayıcısıdır, tabesizlik bağlayıcısıdır. Burada ardıcıllıq əlaqəli, tabesiz mürəkkəb cümlələrdə bağlayıcı ilə da deyə bilərik, bağlayıcısız da deyə bilərik. Yetər ki, biz orada o hadisəni seçə bilək. Bir hadisə qurtardıqdan sonra növbəti hadisə başlayır. Və burada ismi xəbərli olmur. Yəni, cümlə ismi xəbərli olmur. Ardıcıllıq əlaqəli, tabesiz mürəkkəb cümlədə cümlə ismi xəbərli olmur. Feili xəbərli olur. İndi keçirik, belə bir cümlə deyim, belə bir cümləyə baxaq. Küçədə bayram tonqalı qalandı
və hamı tonqalın ətrafında toplaşdı. Yazın bunu. Küçədə bayram tonqalı qalandı. Vergül, hamı tonqalın ətrafına toplaşdı. Baxaq. Deməli, küçədə bayram tonqalı qalandı. Nə edildi? Qalandı. Nə? Bayram tonqalı. Mübtəda var. Hamı tonqalın ətrafında toplaşdı. Nə etdi? Toplaşdı. Kim? Hamı. Deməli, tapdıq ki, hər cümlənin özünün mübtədası xəbəri var. Yəni, 2 qrammatik əsas var. Bildik ki, bu mürəkkəb cümlədir və cümlələr də biri digərindən asılı deyil, müstəqildir. Deməli, tabesiz mürəkkəb cümlədir. Hadisələr necə baş verir? Küçədə bayram tonqalı qalandı, əvvəl tonqal qalanır, daha sonra hamı tonqalın ətrafına toplaşır. Bir hadisə bitdi, tonqal qalandı. Digəri başlayır. Belə deyə bilərik. Əvvəl tonqal qalandı, əvvəl küçədə bayram tonqalı qalandı, sonra hamı tonqalın ətrafına toplaşdı. Deməli, ardıcıllıq əlaqəli, tabesiz mürəkkəb cümlələrə əvvəl, sonra sözlərini artıra bilirik. Və burada da hadisələr necə baş verdi? Ardıcıl baş verdi. Başqa bir cümlə deyək. Məsələn, deyirəm ki, nənə sandığı açdı. Nənə sandığı açdı. Daha sonra dəsmalın arasına bükülmüş pulu nəvəsinə verdi. Bükülmüş pulu nəvəsinə verdi. Baxaq bu cümlə necə cümlədir? Deyirsiniz ki, bəli, müəllimə, burada hadisələr ardıcıl başlayır. Əvvəl nənə sandığı açır, sonra sandığın içindən dəsmalın arasına bükülmüş pulu çıxarıb nəvəsinə verir. Amma baxaq görək. Bəli, düzdür, hadisələr ardıcıl gedir. Baxaq görək, bu mürəkkəb cümlədirmi? Nə etdi? Açdı. Kim? Nənə. Nə etdi? Verdi. Kim? Yenə nənə. Pulu çıxarıb nəvəsinə verdi. Kimə verdi? Nəvəsinə. O artıq tamamlıqdır. Deməli, bu cümlə tabesiz cümlə deyil, sadə cümlədir. Deyirsiniz ki, axı burada hadisələr ardıcıl baş verir. Bəli, ardıcıl baş verir. Amma bir mübtəda 2 xəbər var. Ay, bir dəqiqə. Ona görə mən əvvəlcə yazıram ki, bu kimi problemlər olmasın. Hazır şəkildə videonu çəkirəm. Bir dəqiqə. Demək, bu sadə cümlədir, mürəkkəb cümlə deyil. Nə üçün? Çünki bir qrammatik əsas var. Bir mübtəda bir xəbər var. Baxmayaraq ki, hadisələr ardıcıl baş verir. Deməli, biz ilk olaraq nəyə fikir veririk? O cümlə mürəkkəb cümlədir, yoxsa sadə cümlədir. Bunu tapdıq, ondan sonra keçirik. Zaman əlaqəlidir, ardıcıllıq əlaqəlidir, yoxsa səbəb-nəticə əlaqəli, tabesiz mürəkkəb cümlədir. Növbəti, deməli, biz danışdıq, ardıcıllığı danışdıq. İndi keçirik səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümləyə. Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlədə, deməli, cümlənin birində hadisə baş verir. Bu səbəbdir, hadisənin baş verməsinə səbəbdir. İkinci cümlədə isə artıq nəticə, o
səbəbin nəticəsi ikinci cümlədə göstərilir. Məsələn, deyirəm ki, yağış yağmağa başladı, hər tərəf islandı. Demək, birinci səbəb nədir? Hər tərəfin islanmasına səbəb nədir? Yağışın yağması. Yağış yağdı, nə oldu, nə baş verdi? O oldu ki, hər tərəf islandı. Nəticədə budur. Demək, səbəb nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdə birinci cümlədə iş, yəni o hadisənin səbəbi verilir, yəni ikinci cümlədə isə onun nəticəsi bildirilir. Və yaxud bu cümləyə ona görə, ondan ötürü, bunun üçün, bu səbəbdən bağlayıcıları artıra bilərik. Ona görə bağlayıcısını artıra bilərik. Məsələn, deyirəm ki, yağış yağdı, ona görə də hər tərəf islandı və yaxud hər tərəf palçıq oldu. Səbəbin dedim. Daha sonra və burada hadisələr necə gedir? Səbəb nəticədə də bir ardıcıllıq var. Amma biz nəyə fikir veririk? Bu ardıcıllığın olması ilə yanaşı, bu hadisənin baş verməsinin səbəbi ilə nəticə bir-biri ilə əlaqəlidir. Məsələn, deyirəm ki, gün çıxdı, aləm nura qərq oldu. Bax, səbəb nəticədir. Gün çıxdı, yəni hər tərəf işıqlı oldu. Aləm nura qərq oldu. Bu necə cümlədir? Səbəb, nəticə, əlaqəli tabesiz mürəkkəb cümlədir. Bu, bağlayıcı ilə də işlənə bilər, bağlayıcısız da işlənə bilər. Gün çıxdı və aləm nura qərq oldu. Və yaxud bağlayıcısız deyirəm, intonasiya ilə deyirəm. Gün çıxdı, vergül, aləm nura qərq oldu. Hər bir cümlənin özünün mübtəda xəbəri var. Necə cümlədir? Mürəkkəb cümlədir. Və hadisələr necə cərəyan eləyir? Səbəb, nəticə əlaqəsi var burada. Birinin səbəbi o birinin nəticəsini yaradır. Daha sonra aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə ilə səbəb nəticə əlaqəli tabesiz mürəkkəb cümlələri bir-birinə çox oxşardır. Nəyə baxırıq biz? Orada səbəb nəticəni axtarırıq. Məsələn, deyirəm ki, uşaq yıxıldı, qıçı əzildi. Qıçının əzilməsinə səbəb nədir? Onun yıxılması. Demək, səbəb nəticə əlaqəli tabesiz mürəkkəb cümlədir. Amma belə bir cümlə deyirəm, pərdələr açıldı, tamaşa başlandı. Burada bir ardıcıllıq var. Tamaşanın başlanmasına səbəb pərdənin açılması deyil. Ardıcıl proseslərdir ki, bu baş verir. Məsələn, işıq söndü, filmin kadrları ekranda göründü. Necə baş verdi hadisələr? Ardıcıl. İşıq söndü, filmin kadrları ekranda göründü. Amma indi bir başqa cümlə deyirəm. Kinoaparat, məsələn, deyirəm ki, yağış yağdı, çay daşdı. Çayın daşmasına səbəb nədir? Yağışın yağması. Deməli, səbəb nəticə əlaqəli tabesiz mürəkkəb cümlədir. Və bu cümlədə də həm də bağlayıcısından istifadə edə bilərik. Daha sonra aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümləyə keçirik. Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə. Burada bir ümumilik bildirən bir cümlə var, bir fikir var. Digəri həmin o ümumilik bildirən o cümləni açır, aydınlaşdırır, konkretləşdirir. Necə ki, biz əlavəni keçmişdik. Məsələn, əlavə nə idi? Özündən əvvəl gələn sözü, söz birləşməsini aydınlaşdırırdı, konkretləşdirirdi, izah edirdi. Burada da aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə deməli, birinci cümlə gəlib, növbəti cümlə o cümləni aydınlaşdıracaq. Məsələn, deyirəm ki, o pilləkənlərlə qalxanda donub qaldı. 2 nöqtə, aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlədən sonra 2 nöqtə qoyulur və yaxud nöqtə vergül qoyulur. Deməli, o pilləkənləri qalxanda donub qaldı. İndi səbəbini deyirəm, nə üçün donub qaldı? 2 ildə axtardığı dostu pilləkənlərlə yuxarı qalxırdı.
Deməli, bu səbəbdən o donub qalıb. İkinci cümlə onu izah edəcək. Nə üçün donub qalıb? 2 ildir axtardığı dostu pilləkənlərlə yuxarı qalxırdı. Bu necə cümlə oldu? Aydınlaşdırma, əlaqəli, tabesiz, mürəkkəb cümlə. Və burada da deməli, intonasiya ilə də ola bilər və aydınlaşdırma, tabesizlik bağlayıcıları ilə də işlənə bilər. Daha sonra nə var burada? Qarşılaşdırma, əlaqəli, tabesiz, mürəkkəb cümlə. Qarşılaşdırma, əlaqəli, tabesiz, mürəkkəb cümlədə qarşılaşdırma bağlayıcısından istifadə edirik. Mən dedim, o eşitmədi. Mən dedim, amma o eşitmədi. Ancaq o eşitmədi. Amma, ancaq, lakin, fəqət, halbuki, bax bu bağlayıcılardan istifadə edərək biz nə edirik? Qarşılaşdırma, əlaqəli, tabesiz, mürəkkəb cümlələri deməli yazırıq. Daha sonra bölüşdürmə, əlaqəli, tabesiz, mürəkkəb cümlə var. Burada da yenə bölüşdürmə bağlayıcılarından istifadə edirik və bu bağlayıcıların köməyi ilə demək bölüşdürmə, əlaqəli, tabesiz, mürəkkəb cümlə yaranır. Hökmən vacibdir ki, burada bölüşdürmə, əlaqəli, tabesiz, mürəkkəb cümlə işlənsin. Məsələn, gah yağış yağır, gah da külək əsirdir. Bax, bölüşdürmə, əlaqəli, tabesiz, mürəkkəb cümlədir. İndi bunu çıxarıram. Yağış yağır, külək əsir. Bu artıq necə cümlədir? Yağış yağır, külək əsir. Zaman, əlaqəli, tabesiz, mürəkkəb cümlədir. Demək, biz qısa olaraq bir də qayıdaq mövzumuza. Hansı mövzunu öyrəndik? Öyrəndik ki, tabesiz, mürəkkəb cümlələrin hansı növləri var? Sadə cümlə ilə tabesiz, mürəkkəb cümləni necə ayırd edirik? Və sadə cümlə ilə mürəkkəb cümlənin fərqi nədir? Biz bunları öyrəndik. Dərsimiz bu qədər, əziz şagirdlər. Sağ olun, növbəti dərslərdə görüşənədək.